Salam değerli dostlarımız. Bu günləri Binə mərkəzdə bağ çiçəyimin arkasında sizin üçün paket kupçalı 5 otaqlı. Gördüğünüz kimi gözəl məhəllə, tam küçənin üstündə. Değerli dostlar, 2 sot yarıma yaxın. Qaz sayğacımızdır, işıq sayğacımızdır, su sayğacımızdır. Tam təmirlidir. 5 otaqlı evdir dostlar. Paket kupçalı, ipotekaya yararlı. Həyətimiz qəşəng genişdir, 2 mərtəbəlidir. 1 ilə 2'nin arası beton monolitdir. Həyəti də gerinə bolunadır. İstədiyinizi bisetkanızdır, mangalxananızdır, hər bir şeyinizi yarada bilərsiniz. Basseyn də qura bilərsiniz həyətində. Qiymət təbii ki videonun sonunda deyiləcək. Sizdən xahişim bizim videomuzu sonacan izləyin ki tam ətraflı məlumatı sizin üçün verim. Dostlar, evin bu yanından arkasında keçməyə də yeri var. Keçir indi evin içərisində. Evimizin təmiri yenicə bitibdir dəyərli izləyicilərimiz. Yəni kombisi belə yenicə qoyulubdur. Kvadratı da tam sizin istədiyiniz kimidir dostlar. Həqiqətən də çox gözəl evdir. Birinci mərtəbənin girişində gördüyünüz kimi istipoldur. Girişdə belə bir güzgülük işlənilibdir değerli dostlar. Sol tərəfdə bizim mətbəximizdir. Mətbəximiz dostlar 1 metrdir. 6'nın 3'ədir. 18 kvadratlıq mətbəxdir dostlar. Həqiqətən də çox qəşəng genişdir. Beton monolitdir. Sənədləri hər bir şey qaydasındadır. Alt mərtəbədəki, yani birinci mərtəbənin sanitar və sanuzeli dostlar. Aksesuarlarda hər bir şey yerindədir. Asma tavandır değerli dostlar. Alt mərtəbənin yataq otağıdır. Çox qəşəng. Həqiqətən də çox keyfiyyətlə iş görülübdür. Bax, burada bizim kombimizdir. Qoşuludur. Görürsünüz dostlar 36 dərəcədə də, amma evin içi hamamdır. Həqiqətən də çox qəşəng istidir. İstipolun da sistemi hər bir şey buraya yığılıbdır. Və keçirik bizim qonaq otağımıza. Dostlar, qonaq otağımızda çox qəşəng genişdir. İşıqlanma sistemi də çox qəşəngdir. İşıqlı evdir dostlar. Həqiqətən də dosta, qardaşa, qohum əqrabaya qismət olması evdir. Yəni o deyirlər dostum, mənə də məsləhət görərsən evlərdən. Məsləhət görüləsi evdir dostlar. Çox qəşəng evdir, keyfiyyətli hər bir şey yerindədir. Gedəyin indi inşallah 2-ci mərtəbə ilə tanış eləyək. 2-ci mərtəbəmizdə də 3 tane yataq otağıdır. Bizim mərkəzdə, Binə mərkəzdən, elə belə deyim də, körpüdən sağa döndünüz dostlar. Yəni Mərdəkan Heydərəli prospektindən sağa döndünüz Binəyə girişdə. Elə əsas magistral yolla evin arası belə deyim də sizə 400-500 metrdir. Tam store'un yanında dostlar. Bax və 160 nömrəli avtobusun yolundan da evə qədər 200-250 metrdir. Yuxarı mərtəbənin buradakı bir yataq otağıdır. Yataq otaqlarımız da qəşəng genişdir. Bu bizim ikinci yataq otağımızdır. Yəni mebellərimizi rahat şəkildə yerləşdirə bilərsiniz dəyərli dostlarımız. Keçən 3-cü yataq otağına. Burada da bizim 3-cü yataq otağımızdır. Tam ətraflı sizin üçün çəkirəm ki krişamızın, damımızın çorlu poluna kimi hər bir şeyi atılıb dostlar. Bu yuxarı mərtəbənin balkonudur.
açarla bağlayıbdır. Bu balkonudur. Balkonumuz da qəşəngdir. Yəni dostlar, əsas yol da görünür buradan. Yola yaxındır, çox qəşəng. İkinci mərtəbənin sanitar və sanuzelinə sizi tanış edəcəm dostlar. Bu bizim ikinci mərtəbənin sanitar və sanuzelidir. Aksesuarlarına kimi hər bir şey qoyulurdur. Asma tavanına kimidir. Değerli dostlar, evimizin qiymətinə gəldiyində isə qiymət dostlar, belə deyim sizə, 190 minə deyilir. Yəni reallıq olsa inşallah gəldinizdə, yerindəcə danışıq ev gəlisi ilə görüşdürəcəm. Yerinizdə danışıb real alıcıya da endirim olunacaq inşallah. Allah alanda satanda xeyir versin. Yenə deyirəm, evimizin sənədi paket qupçadır. Həm yəni torpağın, həm evin qupçası da var. İpoteka yararlıdır. 5 otaqlı evdir. 2 sot yarıma yaxındır. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.